əvvəlki mövzumuzda biz miqyasla bağlı əsas məlumatlar əldə etmişdik. Miqyasın nə olduğu, hansı növünün olduğu və eyni zamanda 6 əsas düstur qeyd olunmuşdu ki, bu düsturlar məsələ həllərinə bizə çox kömək edirdi. Bugünkü mövzumuzda isə artıq biz miqyasla bağlı bir sıra test izahlarına baxacağıq. Başlayaq 17 nömrəli testdən. Deyir, xətti miqyaslı bu olan xəritədə A və B məntəqələr arasındakı məsafə 8 cm-dir. Digər xəritədə bu məntəqələr arasındakı məsafə 10 cm-dir. İkinci xəritənin miqyasını təyin edin. Şərtdən göründüyü kimi bizə miqyas verilib. Miqyas bərabərdir 125 və deyir ki, xəritədə bu məntəqələr arasında məsafə 8 cm-dir. Yəni xəritədəki məsafəmiz də verilib ki, 8 cm. Burada miqyas verilib, xəritədəki verilib məsafəsi. Mən burada həqiqi məsafəni tapmalıyam. Bunu tapmaq üçün də miqyasla vuracağam xəritəyə. Miqyas deməli 125, xəritədəki məsafə 8-dir. Bunu vurduq, cavab tapdıq 1000. Bu mənim həqiqi məsafəmdir. Və daha sonra deyir ki, digər xəritədə bu məntəqələr arasındakı məsafə 10 cm-dir. Yəni ikinci xəritədə mənim həqiqi məsafəm budur, amma xəritədəki məsafəm 10 cm-dir. Və məndən bu dəfə miqyası deyir, tap ki, miqyas nə qədərdir? Miqyas tapmaq üçün də həqiqi məsafəni bölürəm xəritəyə. Yəni 1000-i bölürəm, daha sonra 1000-i bölürəm 10-a. Bu da eləyəcək 100. 100 tapdım. Və məndə deyirdi ki, siz birinci məsələn xətti miqyaslı fikir verdiniz ki, 125-in sol tərəfində, kənar hissəsində kilometr yazılmışdı. Və mən kilometrindəki, yəni 5 dənə sıfır silmişəm ki, bunu tapmışam da, izahlı formaya çevirmişəm. Ona görə yazıram 1 bölünsün 100 və kilometr olduğuna görə 5 dənə də sıfır əlavə edirəm. 100 yazıb 1, 2, 3, 4, 5 dənə sıfır. Burada da cavab variantlarına baxırıq. Cavab olur D variantı. Növbəti testdə deyilir, miqyası 1 bölünsün 500 milyon olan xəritədə iki şəhər arasındakı məsafə 45 cm-dir. Bu şəhərlər arasında həqiqi məsafə nə qədərdir? Deməli, miqyas verilib 1 bölünsün 500 min. Yazıram, miqyas bərabərdir 1 bölünsün 500 min. Və mənə burada xəritədəki məsafə də verilib ki, 45 cm-dir. Cavab variantlarına baxıram, hamısında kilometrlə qeyd olunub. Ona görə mən bu miqyası kilometrə çevirirəm. Dedik ki, kilometrdə nə edirik? Miqyasdan 5 dənə sıfır silirik. Deməli, mənim miqyasım oldu 5, xəritəm 45-dir. Həqiqi məsafəni tapmaq üçün 45-i vuracam 5-ə. 5-də 5-im 25 yazsın 2-də 225 km. Deməli, cavab da oldu B variantı. Xəritə üzərində iki məntəqə arasında məsafə 14 cm-dir. Yer səthində isə bu məsafə 3,5 km-dir. Bu xəritənin tərtib olunduğu xətti miqyasını müəyyən edin. Deməli, bizə verilib xəritədəki məsafə bərabərdir 14 cm. Və yer səthindəki məsafə, yəni həqiqi məsafə 3,5 km-dir. Mənə deyir ki, miqyası tap. Miqyası tapmaq üçün nə edirəm? Həqiqini böləcəm xəritəyə. Və burada da ki, həqiqi məsafə kilometrləndir. Gəlin bunu vuraq 1000-ə, çevirək metrə. Bu da eləyəcək 3500. Mən burada həqiqi məsafəni tapmaq üçün 3500-ü böləcəm 14. Cavab eləyəcək 250. Nə? Metr. Çünki mən bunu nə elədim? Kilometrdən metrə çevirdim. Və cavab variantlarına da baxırıq. C variantı. Metr qeyd olunub, 250 də qeyd olunub. Yaxşı, indi deyərsiniz ki, ay müəllim, niyə götürdünüz bunu məsələn metrə çevirdiniz və ki, cavabın özündə kilometrləndir? Yaxşı, ab kilometrdən olsun. Yenə də miqyası tapanda nə edirsən? Həqiqini bölürük xəritəyə. 3,5-i böləcəyik 14-ə. Bu da eləyəcək 0,25 kilometr. Belə bir şey yoxdur, amma cavab variantlarında da olsa götürə bilərsiniz. Amma yəni kilometr olduğuna da fikir verirsiniz. Növbəti testdə deyilir, miqyası 1 bölünsün 2 milyon olan xəritədə eni 2 cm, uzunluğu isə 4 cm olan ərazinin sahəsini hesablayın. Deməli, bizdə burada miqyas verilib 1 bölünsün 2 milyon. Mən bunu çevirirəm kilometrə. Kilometrə çevirmək üçün də 5 dənə sıfır silirəm. Olur 20. Və mənə deyir ki, eni 2 cm, uzunluğu isə 4 cm-dir. Yəni, mən burada xəritədəki sahəni tapmaq üçün eni vururam uzunluğa. 2-ni vururam 4-ə. Bu da etdi 8. Və mənə deyir ki, ərazinin sahəsini tapın. Həqiqi sahə nəyə bərabərdir? Miqyasın kvadratı vurulsun xəritə. Miqyasın kvadratı 400-dür. Yəni 20-nin kvadratı. Və xəritədəki sahədəki 8-dir. Bunu da vuranda 3200 kilometr. Cavab da olur Y variantı. Deyir, birinci xəritə sxemi əsasən ikinci xəritə sxemin miqyasını müəyyən edin. Birinci xəritə sxemə baxıram, görürəm ki, orada AB məntəqələr arasındakı məsafəni verib 6 cm. Yəni xəritədəki məsafəm 6 cm-dir. Və miqyasım da 1 bölünsün 2 milyondur. Mən bunu çevirirəm kilometrə. Yenə bu birinci misalda olduğu kimi 5 dənə sıfır siləcəm, olacaq 20.
Xəritə var, miqyas var, həqiqini bilmirəm. Bunu tapmaq üçün miqyasda vuracağım xəritəyə. Deməli, miqyasım 20, xəritədəki 6 sm-dir. Bu eləyəcək 120. Deməli, bunun həqiqi məsafəsi 120-dir. Amma ikinci xəritədə AB məntəqə arasındakı məsafə, yəni xəritədəki məsafə 8 sm-dir. Yəni həqiqi məsafəsi budur, xəritədəki 8 sm-dir. Mən tapmalıyam miqyasım nə qədərdir. Miqyas tapmaq üçün də həqiqini böləcəm xəritəyə. Yəni 120-ni bölürük 8-ə. O da edir, bir dəfə 8-im 15. 15 tapdıq. İndi burada cavab variantlarına baxırıq ki, B variantı və D variantı uyğundur. 15-də 15 artır da gedib. İndi biz burada bunu kilometrə çevirmişik. Mən bu yazdığım kilometr idi. Və kilometr olduğuna görə də mən cavabda da kilometr axtarmalıyam. Mən B variantını götürüb düzgün. Əgər mən buradan 3 dənə sıfırı sizib hesablamamı ona əsasən aparsaydım, hə, tamam, metr olanı götürə bilərdik. Amma burada 5 dənə sıfır silib kilometrə çevirdiyimə görə cavab variantında kilometrəni axtarmalıyam. Ona görə cavab burada olur D variantı. Növbəti tapşırıqda deyilir. Birinci sxemdə A və B məntəqələri arasındakı olan məsafəni nəzərə alaraq ikinci sxemin izahlı miqyasını müəyyən edin. Deməli, 79. Burada verilib, məntəqələr arasındakı məsafə, xəritə bərabər, xəritədəki məsafə 4 sm-dir. Miqyas 1 bölünsün 4 milyondur. Və mən buradan 5 dənə sıfır silirəm, olur 40. Tapıram burada həqiqi məsafəni. Həqiqi məsafə bərabərdir, xəritə vurulsun miqyas. Yəni 40-ı vururam 4-ə. Bu da gedir 160. Yəni bunu çevirmişdim kilometrə. Yadımızdan çıxartmırıq. Bu da olur kilometrlə. Daha sonra ikinci xəritədəki isə, deməli, həqiqi məsafəm bu qədərdir. Xəritədəki məsafə də 5 sm-dir. Və mən burada miqyası tapmaq üçün həqiqini böləcəm xəritədəki məsafəyə. Yəni 160-ı bölürük 5-ə. Bu deyir 32. Amma nə? Kilometr. Çünki biz bunu başdan 5 sıfır silməklə çevirdik kilometrə. Ona görə cavabı da kilometrlə götürürük. Cavab variantlarına baxırıq. Yenə bizə B ilə C arasında qalmış kimi ola bilərik. Amma 32 metr yazıldığına görə B-ni yox, C-ni götürürük. Mütləq kilometrdə, metrdə ona fikir verdik. Deməli deyilir, 1 bölünsün 40 milyon miqyaslı xəritədə 2 kvadrat santimetr sahə tutan bataqlıq 1 bölünsün 10 milyon miqyaslı xəritədə neçə kvadrat santimetr olar? Deməli, miqyas verilib, miqyas bərabərdir 1 bölünsün 40 milyon. Və xəritədəki sahə də verilib ki, 2 kvadrat santimetrdir. Həqiqi sahəni tapmaq üçün miqyasın kvadratını vuracağım xəritəyə. Miqyasın kvadratındakı bunu 5 sıfırını silək. Bu eləyəcək 400. Və 400-ün kvadratı vurulsun 2. 400-ün kvadratı 160 mindir. Bunu da ki 2-yə vuranda 4-dən 0 əlavə edirik, yəni 320 min. Tamam, bunu qeyd elədik. Bu mənim deməli həqiqi sahəmdir. Sonra da deyək ki, digər xəritənin miqyası 1 bölünsün 10 milyondur. Yəni, miqyas 1 bölünsün 10 milyon qeyd edirik. Bunun 5 sıfırını silirik 100. Bu oldu 100, yəni kilometrə çevirirəm. 100, yəni 5 dənə sıfır silirəm deyəndə də. Daha sonra deyək ki, xəritədəki sahəni tapmaq üçün də həqiqi sahəni böləcəm miqyasın kvadratına. Həqiqi sahəm mənim 320 mindir. Bunu böləcəm 100-ün nəyinə? Kvadratına. Burada da cavab edəcək 32. Yəni 4 sıfırı silək, yaza bilərik. Bu qədər. Bugünkü mövzu izahımız bu qədər. Hansısa qaranlıq qalsa, nəyə başa düşməsəz yorumlarda qeyd edərsiniz. Onu bir daha üstündən keçərik, bir daha sizə izah eləyərəm. Başqa hansı mövzuların izahını istəyirsinizsə, onları yorumlarda yazarsınız. Bu mövzudan sonra çox güman ki, horizontallarla bağlı bir video çəkəcəm. Çünki onu istəmişdi bir çox şagirdlər. Onu paylaşacağım. Başqa da nə kimi sualınız olsa, buyurun yaza bilərsiniz. Növbəti videolarda görüşənədək hələlik.